Ölsə yaşaya bilmərəm dediyim anam artıq 41 gündür yoxdur, ölmədim, onsuz ayaqdayam. Həyat öz axarı ilə davam eləyir. Anamı bütün varlığımla sevdim, onun duaları ilə yol getdim. Bütün uğurlarımı onlar üçün qazandım. Bu sözləri Aparıcı Xoşqədəm Hidayət qızı bir müddət əvvəl vəfat edən anası Ofeliya Baxşəliyeva haqqında yazıb. Aparıcı anasını bu sözlərlə xatırlayıb. Oğullarını vaxtsız itirmiş anam mənim uğurlarımı gördükcə fərəhlənirdi. Sevinç yaşları axardı gözlərindən. Böyük ürəkli bir qadın idi. Sevgi dolu, mərhəmətli, övladlarına dəlicəsinə sevən bir ana. İndi artıq o olmadan yaşayıram, duaları olmadan işə gedirəm. Evimdə qonaqlarım olur, amma süfrəmin başında anam yoxdur və olmayacaq. Çox yazmayacağım, sadəcə təşəkkürlərim var. Bu neçə ildə anamın daim yanında olan, xəstəxanalarda, evdə sabahlara qədər yuxu yatmadan qulluğunda dayanan bacılarım, qardaşımın, həyat yoldaşına sonsuz təşəkkür eləyirəm. Allahın nəzəri üzərinizdə olsun. Milli Onkologiya Mərkəzinin rəhbərinə və anamın həkiminə təşəkkür eləyirəm. Bizimlə birlikdə əziyyət çəkdilər və öz anaları kimi qulluq elədilər. 5 il o ağır xəstəliklə qalib gəldi. Anamın üzərində əziyyəti olan hər kəsə minnətdaram. Allah yaxşı insanları qorusun. Daimi yüksəklərdə etsin. 40 gün ərzində məni yalnız buraxmayan bütün dostlarıma təşəkkür eləyirəm. Rəbbim sizlərin xoş günlərində yanınızda olmağı mənə nəsib eləsin.